Salam uşaqlar, yenə də 7-ci sinif dərsi ilə davam edirik. Bugün də çəkili bitkilərin orqanları gövdə ilə tanış olacağıq. Zoğ, buğum, buğumarası və tumurcuq haqqında məlumat verəcəm sizə. Deməli, bitkilərin gövdəsi müxtəlif vəziyyətlərdə olur. Hansı vəziyyətlərdə? Onlar, deməli bir dəqiqə, burada yazaq. Onlar ağac formasında kol və ot bitkiləri olur. Yəni, gövdənin formaları necə olur? Ağac bitkiləri, kol və ot bitkiləri olur. Bunlar dik duran gövdəyə sahibdirlər. Yəni ki, ağacdır, koldur, dik formada durur və bərk, yəni gövdəyə malikdir, dik durandır. Sarmaşan bitkilərin gövdəsi zəif olub, dayağa sarılaraq yuxarı qalxır. Sürünən bitkilərin gövdələri də dik dura bilmir, yerin səthi boyunca sürünürlər. Yəni ki, uzanır, yerin səthi boyunca sürünür. Deməli, gövdənin vəziyyəti 3 cür oldu. Dik duran gövdələr, dik duran, sarmaşan gövdələr və bir də ki, sarmaşan, bir də ki, sürünən gövdələrə bölündü. Bitkinin vegetativ orqanlarından biz əvvəlcə kök dərsini sizə izah eləmişdim. İndi də bitkinin vegetativ orqanlarından biri də nədir? Gövdədir. O, bitkinin həyatında vacib funksiyaları yerinə yetirir. Gəlin, baxaq, bunlar hansı funksiyalardır? Gövdə ilk növbədə bitkinin kökü ilə yarpaqları arasında əlaqə yaradır. Bu, gövdənin birinci funksiyası. Yəni, yadınıza saxlayın. Gövdə nə edir? Bitkinin kökü ilə yarpaqlar arasında əlaqə yaradır. Qidalı maddələri, su və suda həll olunmuş mineral maddələrin hərəkətini təmin edir. Bitkinin yerüstü hissəsini işığa doğru qaldıran gövdə özündə ehtiyat qida maddələri toplayır və ya vegetativ çoxalmada iştirak edir. Bu, gövdənin funksiyalarıdır. Bitkilər gövdənin quruluşuna görə dedik ki, 3 qrupa ayrılır. Ağaclar, kollar və otlar. Ağacların gövdələri oduncaqlaşmış və hündür çoxillik bitkilərdir. Bax, burada da görürsünüz. Ağaclar palıddır, qozdur. Bunların gövdəsi oduncaqlaşmış olur və ağaclar çoxillikdir. Yəni, ağaclar ancaq bir il olub, sonra ağac məhv olmur ki, elə deyil, uzun illər, min illər boyu bir ağac qala bilir. Kollara gəldikdə isə, kollar ağaclara nisbətən qısa gövdəli və çoxillik bitkilərdir. Deməli, ağaclar da çoxillikdir. Kollar da çoxillikdir. Bəs yaxşı, sizcə ağacla kolun fərqi nədir? Baxın, ağacla kolun fərqi odur ki, torpaqdan ağac olanda bir dənə gövdə çıxır, yəni bir dənə oduncaqlaşmış gövdə çıxır. Sonra o budaqlara ayrılır. Amma kollarda isə torpaqdan birbaşa belə budaqlara ayrılıb çıxır. Düzdür, kolların da gövdələri oduncaqlaşıbdır, möhkəmdir. Və nisbətən boyları ağaclara nisbətən kolun qısa olur. Məsələn, moruqdur, itburnudur, böyürtkəndir, qızılgül də yaza bilərik biz bura. Qızılgül də yəni kol bitkisidir. Sadəcə olaraq onlar torpaqdan çıxanda birbaşa ayrılıb çıxır. Amma ağaclar isə bir dənə çıxır, sonradan ayrılır. Yəni bunların fərqi budur. Bir də gəldik ot bitkiləri. Ot bitkilərinin gövdəsi əsasən yəni ki, zəif olur və oduncaqlaşmır. Yəni, bunların gövdəsi, yəni ot belə deyək də möhkəm deyil, axı otun gövdəsi oduncaqlaşmır, yumuşaqdır. Biz onu asanlıqla qopara bilirik. Biz dedik ki, ağaclar çoxillik oldu, kollar da çoxillik oldu, amma otlar bir illik, 2 illik və çoxillik ola bilər. Yəni, 1 illik də ola bilər, 2 illik də ola bilər, çoxillik də ola bilər. Üzərində yarpaqlar və tumurcuqlar olan cavan gövdə zoğ adlanır. Bunun sizə bu formada yəni ki, soruşa bilər. Üzərində yarpaqlar və tumurcuqlar olan cavan gövdə zoğ adlanır. Davam edək burada. İndi gələk, buğum nədir, buğum arası nədir, əlavə tumurcuq nədir? Baxın, bu şəkilə diqqətlə baxırsınız. Zoğun yarpaq və ya tumurcuq birləşən hissəsi buğum adlanır. Zoğun, bax buradan söhbət gedir, buğum. Zoğun yarpaq və ya, bu tumurcuqdur, bu çıxıntı tumurcuqdur. Yarpaq və ya tumurcuq birləşən hissəsi buğum adlanır. Yəni, sanki nöqtə kimi baxın, bu hissələr buğumdur. Hara ki, yarpaq birləşib, yəni onun saplağı birləşib, oralar buğumdur. Və bir də ki, tumurcuqlar birləşən və ya tumurcuq, fərqi yoxdur. İki qonşu buğum arasında qalan hissə isə buğum arası adlanır. Bax, söhbət buradan gedir. Tutaq ki, bu nöqtə ilə, yəni belə loru dildə deyirəm, bu buğumla, yəni bu nöqtə və bu nöqtə arasında qalan hissə buğum arası adlanır. Baxın, özü də göstərib. Yəni bu hissə, yəni buğum arasıdır. Zoğ üzərində yerləşməsinə görə tumurcuqlar təpə və yan tumurcuqlarına ayrılır. Zoğun uç hissəsində yerləşən təpə tumurcuğu, bax bu hissədə yerləşir, yalnız zoğun uç hissəsində yerləşir təpə tumurcuğu. Onun uzunluğa böyüməsini təmin edir. Yan tumurcuqlar isə yarpaqla gövdə arasındakı yarpaq qoltuğunda yerləşir. Yan tumurcuqlar harda yerləşir? Yarpaqla gövdə arasındakı, deməli, yarpaq qoltuğunda yerləşirlər. Bəs yaxşı, onlardan nə inkişaf edir? Onlardan da yan zoğlar inkişaf edir. Zoğun buğum arasında kökün və yarpağın üzərində də inkişaf edən yan tumurcuqlar əlavə tumurcuqlar adlanır. Baxın, yadınızda saxlayın.
Biz harada, qeyd edin bunu bir yerə, biz harada zoğ və yaxud da ki, gövdə şəkil dəyişməsi götürürüksə, yəni orada yan tumurcuq da olar, qoltuq tumurcuğu da olar, əlavə tumurcuq da olar. Yəni zoğ və ya gövdə deyirsənsə, onun üzərində yan tumurcuq da olar, qoltuq tumurcuğu da olar, əlavə tumurcuqlar da olar, yatmış tumurcuqlar da olar. Amma siz əgər ki, belə deyək, söhbət kökdən gedirsə, kök götürürüksə, orada yalnız və yalnız əlavə tumurcuq olacaq. Çünki ümumiyyətcə tumurcuq kökün üzərində olmamalıdır, gövdənin üzərində olmalıdır. Axı gövdənin üzərində inkişaf eləyir, nə inkişaf eləyirsə elə deyil. Yalnız əlavə tumurcuqlar vardır ki, onlar hətta kökün üzərində də inkişaf edə bilir. Həm buğum arasında, həm kökdə, həm də yarpağın üzərində inkişaf edən tumurcuqlar nə adlanır? Əlavə tumurcuqlar adlanır. Baxın, bir də belə bir şey deyim. Tutaq ki, bura fikir versəz, bir saniyə. Baxın, bura fikir verin. Burada özü misal göstərib. Neçə dənə buğum var? 1, 2, 3, 4. 4 dənə buğum var. 4 dənə buğum olanda neçə dənə buğum arası olur? Bax, bura bir buğum arası. 1. Ay, rəngi dəyişmədi. 1, 2, 3. Deməli, 4 dənə buğum olanda 3 dənə buğum arası olur. Yəni, n dənə buğumun varsa, n-1 dənə də buğum aran olacaq. Yəni, buğum arasının sayı buğumların sayından həmişə bir vahid az olur. Bu da məsələlərdə düşə bilər, yadınızda saxlayın. Tumurcuğa gəldikdə isə, tumurcuğun üzərini nə örtür? Onu xarici təsirlərdən qoruyan pulcuqlar örtür. Bu pulcuqlar şəklini dəyişmiş yarpaqlardır. Deməli, pulcuq nədir? Şəklini dəyişmiş yarpaqlardır. Diqqətli olun. Əgər tumurcuğun daxilində rüşeym halında gövdə, yarpaq və tumurcuq başlanğıcı olursa, onu vegetativ tumurcuq adlandırırlar. Vegetativ tumurcuqda nə inkişaf edir? Baxın, bura fikir verin. Vegetativ tumurcuqla generativ tumurcuğu sizə fərqləndirin desə, şəkillərdən görürsünüz ki, vegetativ tumurcuq necə olur? Uzun formada olur, yəni belə uzun və nazikdir. Amma generativ tumurcuq isə iri olur və girdə olur, yəni daha yumru formada olur. Bu da onların fərqidir. Bunların hər ikisində tumurcuq pulcuğu olur. Deməli, həm vegetativdə tumurcuq pulcuğu var, həm də generativ tumurcuqda tumurcuq pulcuğu var. Yarpaq başlanğıcı, bax bunların hər ikisində yarpaq başlanğıcı olur və hər ikisində tumurcuq başlanğıcı olur. Bəs yaxşı, bunların fərqi nə oldu? Bunların fərqi odur ki, vegetativ tumurcuğun tumurcuq başlanğıcından, belə deyək, zoğ və yaxud da ki, yarpaq inkişaf edir. Təkrar edirəm. Vegetativ tumurcuğun tumurcuq başlanğıcından zoğ və ya yarpaq inkişaf edir. Amma generativ tumurcuğun tumurcuq başlanğıcından çiçək başlanğıcı, yəni çiçək inkişaf edir. Bu da bu şəkildə. Bunları belə fərqləndirin və plusdakı şəkillərinə baxın. Yarpaq başlanğıcı harada, oxlarla göstərilən hissələri də diqqət yetirin. Zoğun şəkil dəyişmələrinə baxaq. Deməli, xarici mühitin təsiri altında bəzi bitkilərdə zoğun yerüstü və yeraltı şəkil dəyişmələri əmələ gəlir. Deməli, zoğun həm yerüstü şəkil dəyişməsi var, həm də yeraltı şəkil dəyişməsi var. Yerüstü şəkil dəyişmələri tikanları və bığcıqları misal göstərmək olar. Həmçinin bunlara, yəni ki, ətləşmiş gövdə deyə bilərik. Tikanlar bitkini yeyən heyvanlar tərəfindən yeyilməkdən qoruyur. Yəni ki, burada nə demək istəyir? Bəzən şərait və yaxud da ki, yaşadığı mühit onu tələb edir ki, sən şəklini dəyişəsən, sən özünü qoruyasan. Yəni, məsəl üçün, gövdənin, zoğun tikan əmələ gətirməsi bitkini heyvanlar tərəfindən yeyilməkdən qoruyur. Bığcıqlar isə bitkini dayağa ilişdirərək yuxarı qaldırır. Kaktus kimi bitkilər gövdələrinə ehtiyat su toplaya bilir. Yeraltı şəkil dəyişmələrə gövdə yumrusu, soğanaq və kökümsov aiddir. Bax, bu kökümsov sizi çaşdırmasına. Tərkibində kök sözü var, elə bilərsiniz ki, bu kökün şəkil dəyişməsidir. Xeyr, kökümsov əslində gövdənin şəkil dəyişməsidir, yəni və ya zoğun şəkil dəyişməsidir. Onlarda ehtiyat qida maddələri toplanır, əlverişli şəraitdə üzərində əlavə köklər inkişaf etməyə başlayır. Və burada şəkillərə mütləq diqqət yetirirsiniz. Deməli, zoğun yerüstü şəkil dəyişmələrinə ətləşmiş gövdə, məsəl üçün kaktus. Ətləşmiş gövdə olanlar tərkibində ehtiyat su toplayırlar. Sonra tikanlar, bir də bığcıqlar. Zoğun yerüstü şəkil dəyişməsidir. Zoğun yeraltı şəkil dəyişmələri isə kökümsov gövdədir, məsəl üçün çayırdır, ayrıqotudur, gövdə yumrusudur, məsəl üçün kartofdur, soğandır, soğanaqdır. Yəni ki, soğanaqlar daha doğrusu soğandır, sarımsaq. Yəni bunlar zoğun yeraltı şəkil dəyişmələrinə aiddir. Burada həmçinin tapşırıqlara da mütləq şəkildə baxırsınız. Gələn dərsdə mən sizə çiçəkli bitkilərin orqanları, yəni ki, vegetativ orqanlarından yarpağı izah edəcəm. Sağ olun.